Sizə bir sual verim. Maaş olmağın çətinlikləri nədir? Səs tonu dəyişmilməyi, Yay sezonu bu səslə iştirak eləməyi Qorxdum. qorxmur. Yəni özüm öz səs tonumu dəyişirəm və bu səs tonunu danışıram. sadəcə yay sezonu olduğuna görə bişirəm bunun içində. İsti olur. Yayda necə mübarizə aparsan həmin istilərlə? Çörəyimizə çıxmışıq da nağaraq. Aparırıq. Bəs insanlar sarıdan nə narazılığın var? Targovda gəzirsən də. İnsanlar narazılar. Məsələn, bax çəkirlər, qaçırlar, pulunu ödəmirlər. Başa düşmürlər ki, ayaq üstə qalırıq, tezdən, səhərdən axşama kimi. Yəni Müsahibə çəkən yerdə şəkil çəkdirdik. Hə, davam eləyək. Yazılıq odur ki, şəkil qaçırlar, pul ödəmirlər. Tabilmirlər ki, tezdən axşama kimi ayaq üstə qalırıq, əziyyət çəkirik. Eləsə olur ödəniş ödəyir, eləsə olur ödəmir. Qaçıb gedirlər. Onda da ürək sözlərimi yaxşı deyirəm ürəyimdə. Buradan onlara nə demək istəyərdin? Həmin adamlara demək istəyirəm ki, halalçılıq yaxşı şeydir. Ödənişi ödəyin, zəhmət olmasa gedin. O 1-2 manatla mən varalansız deyiləm. Sadəcə əziyyət çəkən insanlar halal zəhmətindən çörəyini qazanan insanlar, yəni çörəyin kəsməyə ehtiyac yoxdur. Allah maşa, çox sağ ol. Çox sağ ol. Uğurlar sənə.